Olimpik Star İdman Kompleksinin futsal meydançasında baş tutan görüşdə Araz Naxçıvan 19 kollektivini sınağa çəkib. Qırmızı ağlar fasiləyə qədər 8 dəfə rəqibin qapısını yol tapıb. Oyunda hesab erkin asılıb. Alex Resen də Naxçıvanları hesabda öne çıxarıb. Ardınca Teixeira Barbos və Filip de Lima hesabı 3-0 edib. Fasilənin sonuna qədər Yevgeni Kukseviçin yetirmələri daha 5 dəfə fərqlənərək hesabı 8-0 çatdırıblar. Hat-trikini rəsmiləşdirən Barbosla yanaşı Amir Hüseyin Rasuli və Alex Resen də adını tabloya yazdırıb. Turan Azayev isə topu öz qapısına göndərib. İkinci hissədə üstünlük son çempionun tərəfində olub. Ülvi Əliyev qola sevinib. Bir qədər sonra gənclərin ibarət komandanın heyətində İsmail Əhmədov və Fərid Kərimli adlarını tabloya yazdırıblar. Lakin bundan sonra Muxtar Respublika təmsilçisi yenidən təşəbbüsü ələ alıb. Amir Hüseyin Rasili, Mirzə Əmirov və Giovanni'nin qolları maçda yekun hesabı müəyyənləşdirib. Araz Naxçıvan 12-19-2. Günün digər görüşündə Neftçi Bakufa ilə qarşı-qarşıya gəlib. Ağqaralar rəqibini 5-1 hesabı ilə məğlub edib. Oyundan sonra Neftçinin baş məşqçisi Fuad Rızayev və Bakufa ilə çalışdırıcısı Teymur Eyvazov görüşlə bağlı fikirlərini bölüşüblər. Çempionatın ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. Yerli oyunculardan ibarət komandadır, amma həqiqətən də çox ürəkaçan oyun oynayırlar. Biz onlara qarşı bilirik ki, ciddi oynamalıyıq, rəqiblərimizi yuxarıdan aşağı görmürük. Həqiqətən bu Bakufa bu gözəl oyuna görə çox sağ ol deyirəm. İnşallah gələcək oyunla da bağlı şanslar biz tərəfdə ola bilər, amma bu futboldur. Bilirsiniz ki, Araz Avropada hegemon olub, Azərbaycan çempionudur 18 dəfə. Çempionlar Liqası görüb, çətin komandaya qarşı oyun oynayacaq. Oyuncularıma çox sağ ol deyirəm, bu əziyyət onlarındır. İnşallah ki, əllərindən nə gəlsə artıqını eləyərlər ki, həqiqətən çempionluq onlara yaraşır düşünürəm. İnşallah o çempionluğu yaşayarlar. Ondan üçün də bir tarix olar, mənim üçün də bir sevincli olar. Komandamızın bu mövsümü qənaətbəxş qiymətləndirərdim. Çünki bildiyiniz kimi biz bu mövsüm ancaq yerli oyuncularla çempionatda iştirak etməyə qərar vermişdik və bu ilə paralel bir neçə cavan oyunçunu da komandamıza dəvət eləmişdik. Neftçi ilə oyun da demək olar ki, əsas bizim məqsədimiz turnir cədvəli üçün bizim o qədər də əhəmiyyətli deyildi. Əsas istəyim o idi ki, o cavan oyuncular ki, komandaya dəvət eləmişik, onları məhz o təcrübəli oyuncularla bir yerdə Neftçi kimi, yəni güclü bir komandadır, yaxşı komandaya qarşı buraxım və onların potensialını görüm. Qeyd edək ki, hazırda Neftçi 52 xallar turnir cədvəlinə rəhbərlik edir. İkinci Araz Naxçıvanın 49 halı var. Növbəti 20-ci turda Yüksək Liqanın çempionu müəyyənləşəcək. Həlledici maçda Araz Naxçıvan və Neftçi kollektivlərə qarşı-qarşıya gələcək. Oyun mayın 18-i baş tutacaq.